Ciddi olur ha, yəni. Həqiqətən olur. Bak, bu Həqiqətən yəni olur. əslində müzarifatla dedim ki. Olur. İnanılmaz tıxac var. Tıxac idi. Əslində bizim sahədə də tıxac var hal-hazırda. Dolandırıcılar, Rusça moşenniklər. Özümə əngəl ola bilmirəm ki, yox, insanlara bildirmək lazımdır. İnsanlar maariflənməlidir, öyrənməlidir. Get də o rəfiqənlə niyə getməmisən? Niyə mənə gəlmisən? Adamı tanımır. Bizdə belə bir şey var da. Qiyməti məsəl üçün 100 manatdır, sənə 50 manat. Sənə 50 manat. Niyə? Yəni niyə mənə? Bugün ilk iş günüdür. Bu arada işə çıxmayıb. Bu həqiqətən xaricə gedib işləmək istəyənlərin marağında olmalıdır və bilməlidirlər. Yəni sən arxı hoppanmamış necə hop deyirsən? Pul verdim, işləməlisən. Yəni müqavilə mütləq dərəcədə bağlanmalıdır. Bəli. İnsanlar bilsin. Pişik üçün də 1000 avro alıblar əlavə. Harvardda, Oxfordda oxumaq üçün insanlar nə etməlidirlər? Xalqın uşağı deyirlər bizdə. Yəni o uşaq olmalısan. Sən valideynlərin içinə bir su sərpirik orada və həqiqətən ilk olaraq biz Çinə çox sayda tələbə göndərdik və hal-hazırda da davam eləyirik. Uşaqları boşu-boşuna Türkiyəyə göndərib pulunuzu çölə atmayın. Yazıqdılar. Yəni Azərbaycan bu arada ultra güvənilir ölkədir. Mənim qızım oxumalıdır ki, yaxşı yerə köçsün. Valideynim həmişə israr eləyirdi ki, bank işçisi olacaqsan. Salam, necəsiz? Sağ olun, siz necəsiz? Sağ olun, çox sağ olun. Sizi görməyə çox şad oldum. Çünki səmimi deyəcəm, iç haykırtım var idi bu təhsillə bağlı. Həmişə elə bir insanla danışmaq istəyirdim ki, bu işin əhli olsun, bu işin ustası olsun, bu işin demək o təcrübəsi olsun və əti ilə, qanı ilə, dırnağı ilə bu mövzuya gəlib çıxmış olsun. Ona görə sizi burada olmağa mənim üçün xoş oldu. Bu günlər qonağımız Vüsal bəydir. First Akademiyanın həmçinin rəhbəri təsisçisidir. Amma mən bu günləri sizə mənim özümə çox maraqlı olan və məndən başqa cəmiyyətdə çox böyük problemlərdən olan bəzi mövzulara toxunmaq istəyəcəm. Bir neçə sualım olacaq sizdən. Bu istəyəcəm bunları sizdən bir müzakirə aparaq. Xoş gəlmisiniz. Necə gəldiniz? İnanılmaz tıxac var. Tıxac idi. Əslində bizim sahədə də tıxac var hal-hazırda. Bu əngəllər elə zaten sizin kimi bu sahə ilə maraqlanan şəxsləri də bəlkə də həvəslərində tıxac yaradır ki, onlar gedib məqsədlərinə çata bilmir. Qəşəng. Əla metafora idi. Ümid eləyirik ki, o tıxaclar artıq bu yayımdan sonra bitər. Bəzilərini ən azından bir maarifləndirə bilərik. İnşallah. Gəlin bizim o yaralı yerimiz var və hamını maraqlandıran və mən düşünürəm ki, məni maraqlandırırsa %100 hamını maraqlandırır. Bu dolandırıcılar, Rusça moşenniklər, pis adamlardan biraz danışaq. O qədər danışırıq biz bu pis adamlardan. Bəzən düşünürəm ki, yox, danışmayaq, artıq stop verək. Yenə də özümə əngəl ola bilmirəm ki, yox, insanlara bildirmək lazımdır. İnsanlar maariflənməlidir, öyrənməlidir. Və bəlkə də yeganə sahədir ki, ilk öncə sahənin üstünlüklərindən ziyadə dolandırıcılıq və niyə aldanmayın bu mövzudan başlayırıq və çox böyük təəssüf hissi ilə bildirirəm ki, həqiqətən də yəni biz əslində məsəl üçün digər mövzular olduqda bəlkə də siz başlayırsınız ki, insana faydası nədir, yararı nədir və s. Birinci sözünüz dolandırıcılıq oldu. Çünki ən çox mövzu budur. Yəni insanların qulağında orada-burada eşitdiklərini moşennikdilər. Moşenniklər. Falan kəsə aldatdı, pulunu aldı, göndərmədi. Çöldə qaldı. 50 dənə ki, siz məncə %100 bilirsiniz. Biraz bundan danışın. Gedək notarius təsdiqinə, hər şey təsdiqlənsin. Biraz içimizə su səpin, görək bu necə baş verir. Yəni niyə məhz bu sahədə daha çoxdur? Yəni okey, başa düşürəm. Dolandırıcılar hər sahədə vardı, amma təhsil, xaricdə iş, bu mövzu ilə bağlı dolandırıcıların sayı çoxdur. Pik səviyyədədir. Əslində çox təəssüf ki, elə təhsil sahəsində dolandırıcılıq var. Niyə belədir? Bəlkə də təhsilin keyfiyyətindən irəli gəlir. Aha. Yəni düzdür. Bəlkə də insanlar özlərini daha da təkmilləşdirmək istəyirlər və yaxud da amma mən həmişə analiz eləyirəm ki, bizim insanlar biraz təbii ki, istisnalar həmişə var və bu çoxluğa aid deyil, aldanmağa meyllidirlər. Hazır istəyirlər hər şeyi. Özlərini təkmilləşdirmək istəmirlər. Düşünürlər ki, bəlkə də Avropada təhsil aldıqda və yaxud da işlədikdə ağacda avrolar bitir. Belə başlarından belə pulları tökürlər ki, gedək, onu hamı yığdı, mən qaldım. Və ümumiyyətcə bizim xalq keçmiş zamandan etibarən Rusiyaya inteqrasiya eləyib, Sovet dövründə də olsun, son zamanlar biraz azalıb, hal-hazırda da Avropaya doğru inteqrasiya eləmək istəyirlər. Bəlkə də düşünsələr ki, öz ölkələrində özlərini təkmilləşirsələr, bəlkə daha uğurlu olar. Amma filankəsin oğlu xaricdə milyon qazanır. Bəlkə də o milyon qazanmır.
yəni bəlkə də heç evi belə yoxdur, maşını Fəhlə yoxdur, işləyir fəhlə bəlkə. işləyir ki, bu tip hallarla da qarşılaşırıq. Çünki o şəxsin özündən asılıdır, individual olaraq dəyişir. Amma elə deyil də, xaricdə qazanc ola bilər. Ölkənin yaşam xərclərinə uyğun olaraq çox ola bilər. Amma xəbərləri yoxdur ki, oradakı xərclər də çoxdur. Çünki insanlar yəni araşdırmaq istəmirlər. Yəni siz Araşdırmadan hazır istəyirlər ki, bir sinidə gətirsinlər, önlərinə qoysunlar. Get, bu sənin vizan, bu sənin işin. Get, SEO işləyəcəksən, milyonun olacaq. Əslində adamın bəlkə də özünün heç SEO-nun nə olduğunun açıqlamasını belə bilmir və insanlar özlərini təkmilləşdirmədən, araşdırmadan müraciət eləmək istədikləri üçün bu moşenniklər də indi loru dildə desək, onların ümidlərindən istifadə eləyirlər. Eşitmək istədiklərini qulaqla inanırlar. Araşdırmadan, okey, mən sənə pul verirəm. Sən ki şapkadan bir dovşan çıxardırsan, okey, getdin, hər şey hazırdır, elə deyil axı, yəni. Və düzünü dedikdə də qeyd eləyirlər, filan TikTokda qabağıma çıxmışdı mənim. Bəs bunlar deyir ki, misal üçün, bu tələb olmadan gedirsən axı sən. Sən özünü aldadırsan. Bəlkə də hər gün artıq son zamanlar uzun müddətdir bu sahədəyik. Bir neçə insanla konsultasiya zamanı bəzən sonda o qədər danışıram ki, bu mövzudan. Deyirlər, siz bacarmırsınız. Yəni siz bilmirsiniz ki. Siz bilmirsiniz. Mənim rəfiqəm və yaxud da mənim qonşum gedib. İçimdən o qədər gəlir ki, bir soruşum, onda get də o rəfiqənlə niyə getməmisən? Niyə mənə gəlmisən? Çünki elə bir rəfiqə ortada yoxdur əslində. O öz bir fantazisində qurub ki, hə bu mümkündür, getmək olar. Yəni dolandırıcılıqla bağlı o qədər mövzulara toxunmaq olar ki, təhsildə də var, bəli, bütün sahələrdə var, amma bizim sahəyə gəldikdə təhsildə, xaricdə işdə. Neyləsinlər insanlar ki, bu dolandırıcıların tələsinə düşməsin? Yəni okey, dediniz araşdırmaq falan bunları bildim, amma insanlar da o qədər çox araşdıra bilməz də hər mövzunu da. Yəni ki, xaricdə işləmək istəyir və təhsil almaq istəyir. Yəni heç olmasa bir 3-4 vacib o nöqtələri deyə bilərsiniz. Məsələn, budur. Bunlara baxmaları lazımdır. Təbii ki, işin peşəkarı kimi araşdıra və məlumat sahibi ola bilməzlər. Amma bir məntiq yürüdə bilərlər əslində. Misal üçün çox formal bir örnək verim. Son zamanlar ən çox Almaniya insanlar işlə bağlı müraciət eləyir və qeyd eləyirlər ki, dil bilmədən, diplom olmadan, yaş tələbi olmadan, gedirsən Almaniyada işləyirsən, 4000 avro, 5000 avro kansler gedirlər sanki o maaşı almaq üçün. Yəni sən qazanırsan və bir sual və özü də İstənilən sahə, indi bəlkə də deyəcəm pis çıxacaq. Gəlirlər konsultasiya, mən Azərbaycan dili ədəbiyyatı bitirmişəm, filologiya bitirmişəm, gedib orada müəllim işləmək istəyirəm. Almaniyada Alman dili müəllimi filologiya üzrə. Azərbaycan dili. Azərbaycan dili, hə. Filologiya üzrə. Yəni mən çox arzu edirəm ki, bizim dilimiz həqiqətən beynəlxalq səviyyədə tədris olunan dillər sırasında olsun, amma hal-hazırda deyil. Hazırda deyil. Yəni bu səbəbdən yenə də deyirəm, əslində bunu araşdırmağa ehtiyac yoxdur Xanar bəy. Əslində biraz məntiq işlətsən, məntiqlə düşünsən yetərlidir ki, fantastikdir bu. Yəni çox fantastik bir düşüncədir ki, sən ora gedəsən, Azərbaycan dili ilə bir sahədə işləyəsən. Və maaşlar, əmək haqqlarını çox yüksək təklif eləyirlər, insanlar şirinlikləşir. Cəlb olunurlar. Orada misal üçün Almaniyaya getmək istəyirsənsə, uzun müddətli işlə bağlı diplomun olmalıdır, diplom tanınmalıdır. İndi mən o meyarlara girməyəcəm ki, sıxıcı olmasın. Düşünməlidirlər. Araşdırmasınlar. Okey, peşəkarlara müraciət eləməlidirlər. Öncəki bir nəticələrə baxmalıdırlar. Müraciət elədikləri qurumun bir nəticəsi varmı? Və həmişə də bir şey var. Bu marketinqin ən bəlkə də səhv strategiyalarından biridir. İnsanlar bunda da ayıq ola bilərlər. Nədənsə bəzi şirkətlər var, biz özümüz də eşidirik. Müraciət eləyirlər təhsillə bağlı, təqaüdlə bağlı, işlə bağlı. Nədənsə həmin adam getdiyi gün bütün yerlər bitir. Son həmin adamdır. Hər yer bitəcək. Bu gün müraciət eləməlisən, pulu gətirib ödəməlisən, prosesə başlamalıyıq, qalmırsan. Allah, yaxşı. Son fürsət kimi də. Son fürsət kimi təqdim eləyirlər. Yəni niyə? Niyə sən? Yəni düşünmürlər, niyə mən? Niyə məni gözləyir Almaniya? Niyə məni gözləyir Amerika? Mən kiməm? Yəni hansı uğuruma görə? Yəni bunu əsla araşdırmırlar. Bu sözü eşidəndə də qalsınlar bu arada. Yəni bu arada sadəcə bu sahədə deyil ha. Ayrıca paltar almağa gedirsən, son paltar qalıb. Sənə adamı tanımır, bizdə belə bir şey var da. Qiyməti misal üçün 100 manatdır, sənə 50 manat. Sənə 50 manat. Niyə? Yəni niyə mənə? Yəni mənim biraz sadəcə məntiqlə düşünsələr, burada da biraz məntiq gəlir artıq sahəyə çıxır.
Yəni aldadıcı vədlərə inanmasınlar və hər şey yaxşı olacaq kimi mən əsla o sözü demirəm. Mən insanlara adətən biraz neqativ yanlarından bəhs edirəm konsultasiyada. Əla, çox əla. Çünki hətta bəzən sonda o maaşı falan deməyi unuduram. Yəni burada bu qovulacaqsan, burada belə olacaq, burada belə olacaq. Çünki təəssüf ki, ora gedib yaxşı olanda heç vaxt təşəkkür eşitmirik. Bəli. Amma hər hansısa bir neqativ halla qarşılaşanda bizdən asılı olmasa belə siz elədiniz. Niyə mən elədim? Yəni nə vaxt elədim? Sən məndən minlərlə kilometr uzaqdasan, mən necə bacardım o səhvi eləməyi? Səhv demişkən, şirkətinizə şikayətlər olub heç göndərdiyiniz insanlarla bağlı? Olur. Elə az öncə də bura gəlmədən öncə biraz gecikmə səbəbim də olmuşdu. Həqiqətən bu arada az öncə indi müraciətçimizin adını deməyim. Çünki bizim insanlar öyrənir klaviatara şiri yanaşmasına. Şəxs gedib hal-hazırda Çexiyada, artıq Çexiyadadır. Bugün ilk iş günüdür bu arada. İşə çıxmayıb. Və qeyd eləyir ki, mənim maaşım bu qədər olacaq. Misal üçün qeyd eləyirik ki, sənin maaşın 1000 avro, 1100 avro civarından başlayır. 5 gün 8 saat işlədiyin təqdirdə misal üçün. Bu mövzuda bir dənə haşiyə çıxıb bir nüansı da bildirim. Avropada, çünki bu həqiqətən xaricə gedib işləmək istəyənlərin marağında olmalıdır və bilməlidirlər. Yəni Azərbaycandakı kimi fiks maaş sistemi üzərindən getmir Avropada. Saat hesabıdır. Bəli. Yəni düzdür, bizdə də indi saat hesabına keçilməklə bağlı təkliflər var, amma hələ bildiyim qədərilə bütün müəssisələrdə bu qüvvəyə minməyib. Hə. Yəni sən işlədiyin saata uyğun maaş alırsan. Bizim insanlar əslində zirəkdir, çevikdir ki, tez bitirsinlər işi. Həmişə göndəririk. İlk başlarda mən bunu göndərənə qədər bilmirdim ki, bu halla qarşılaşa bilərik. Misal üçün deyək ki, adam ay sonu 5 gün 8 saatlıq iş rejimini tamamladıqda 1000 avro əmək haqqı almalıdırsa, gəlib alır 500 avro, 600 avro və bütün işi də öhdəçiliyi yerinə yetirdiyi təqdirdə tez eləyir. Yəni 5 gün 8 saat misal üçün deyirlər ki, sən deyək ki 100 dənə bu məhsulu paketləməlisən 8 saat içində. 3 saata, 2 saata bitirirlər. Geri qalan saatları özləri üçün istirahət edirlər, gəzirlər, telefonla oynayırlar və müəssisə rəhbərliyi də buna bildirmir. Çünki bu müəssisə rəhbərliyinə sərf eləyir. İşi görülübmü? Görülüb. Az maaş verəcəkmi? Az maaş verəcək. Azərbaycanda elə deyil, işi bitirdin, əksinə tez bitirəndə mən özüm də bir rəhbər olaraq o əməkdaşa deyirəm, bax, hamınız elə olun. Bravo, əlavə işlər falan belə yükləyirik üzərinə ki, tez bitirdiyinə də peşman olur əslində. Amma xaricdə belə deyil. O saat hesabına hesablandığı üçün sonda çox ciddi problemlərlə qarşılaşılır. Yəni ümumiyyətcə xaricə getmək istəyən insan bilməlidir ki, xaricə gedir. Hansı ölkəyə getdiyini anlamalıdır. Azərbaycan düşüncəsindən çıxmalıdır. Bilməlidir ki, burada olan qaydalar yoxdur. Orada fərqli qaydalardır, fərqli qanunlardır, fərqli ölkədir, fərqli mühitdir. Adicə Bakıda olan şərtlərlə, deyək ki, Mingəçevirdə olan şərtlər bir deyil. Öz ölkəmizdə belə bu belədir. Niyə də xaricdə eyni olsun? O bəydə də eyni qaydada. İndi o mövzuya qayıdım ki, Çexiyada nə problem yaşayıb. İşə çıxmayıb və şikayəti var. Məndən öncə Ukrayna, Filippindən gələn şəxs maaşından bu tutulub məndən də tut. Hələ işə çıxmayıb bu adam. İşləməyib. İlk iş günüdür. Orada müəssisə rəhbərinə nalayiq ifadələr işlədi və çıxıb ki, mən gedirəm, qayıdıram Azərbaycana, First Academy-dən ödənişimi geri alacağam. Niyə alacaqsan? Yəni mən sənə işi tapmışam. Mən sənə viza dəstəyi göstərmişəm. Peşəkar müraciət nəticəsində vizan təsdiqlənib. Qarşılanmısan, yerləşdirilmisən. İşin varmı? Var. Sən işlə, əmək haqqını alma. O halda məndən şikayət elə. Bəli. Yəni sən arxı hoppanmamış necə hop deyirsən? Bizim insanlar biraz da tələskəndir. Yəni bilmirəm, xaosa meyllidir. Yəni İndi deyəcəklər nə qədər bizim insanlar neqativ danışırlar. Ya mən əslində konsultasiyada da beləyəm. Yenə də neqativlərdən danışıram. Çünki daha çox məlumatları olsun. Pozitivlər zaten işlədikdə yüksəlişə doğru gedir və indi bu şəxs misal üçün bizdən şikayətçidir. Olsun. Zaten mən düşünürəm ki, yaxşı iş varsa, həmişə onun içərisində bəlli bir faiz nisbətində həm şikayət olacaq, nə bilim səndən xoşlanmayan olacaq, bu olacaq. Amma biz həmişə işin koeffisiyentinə baxmamız lazım. Nə qədər yaxşı var. Hansı nisbətdə? Bəli, nə qədər yaxşı var. Bizə müraciət eləyirlər ki, sizdən filan insanın işi alınmayıb. Deyirəm, bəli, alınmayıb. Amma sən onun səbəbini bilirsən, niyə alınmayıb? Axı səbəbi bilmirsən. Bizim yüzlərlə müraciətçimiz var, minlərlə müraciətçimiz var. Çünki bizdə işlə paralel dil kursları var, xaricdə təhsil var, təqaüdlü müraciət və sair kimi xidmətlərimiz var. Və təbii ki, hər biri %100 nəticə verə bilməz. Bunun 95%, 94% müsbət nəticə verirsə, 5-6% də naməlum səbəblərdən, yəni
müraciətçiyə naməlum, biz bilirik hansı səbəbdən uğursuz nəticələnmə ehtimalı varmı? Var. Hal-hazırda Azərbaycanda dövlət qurumlarından da şikayət var. Hər yerdə Şəxslərdən də, məşhurlardan da. Mən çıxım hal-hazırda podkastdan sizdən şikayət edirəm. O deməkdir siz pissiz. Bəlkə mən psixoloji durumum, yəni bir araşdır da gör hansı səbəbdəndir bu şikayət. Bəzən bizim insanlar və bu da yenə də bu sahənin maşinnik kimi adının hallanmasına gətirib çıxardır. Çünki mənim özümün də TikTokda qabağıma çıxır bəzən, sosial platformalarda qarşıma çıxır ki, belə təpiklə ofisə girirlər, nə bilim, dalaşırlar. Keçən il bir video çıxmışdı. Şirkətin adını deməyəcəm. Şirkət rəhbərinin saçından belə tuturlar, sürüyürlər. Hal-hazırda da bu arada həbsdədir səhvlərimizə. Deyəsən 600.000 dələduzluq eləyib insanlara qarşı. Hə. İndi bacarıq deyil yəni. Əməli başda bacarıq. Yəni mən bizim dövriyəmiz o qədər olmur. Yəni bu necə adam həll edir məsələni. Yəni necə bacarırlar onu da bilmirəm. Əslində yaxşı ki də bilmirəm. Bilmək də istəmirəm. Maraqlı deyil. Hə, misal üçün onu görürlər və polis falan təbii ki müdaxilə edir. Çünki burada ciddi bir dolandırıcılıq faktoru var, kütləvi aldadılma faktoru var və düşünürlər ki, misal üçün belə bir söz var. Pulumu verməsən səni polisə şikayət eləyəcəm. Ged elə biz qanun ölkəsində yaşayırıq. İstədiyin yerə müraciət eləyə bilər. Sənin şikayətin əsaslıdırmı, əsassızdırmı? Əsassızdır, bəli. Sənin şikayətin əsassızdırsa istədiyin yerə şikayətini eləyə bilərsən. Və zaten biz təkəbbürlü kimi çıxmasın, ümumi izah kimi deyirəm. Əgər ağıllı şirkət rəhbərisənsə və bir komandan varsa sənin, zaten o həddə gəlib çatmaz. Yəni bəli. Biz biliriksə ki, bu işdən bizə problem yarana bilər. Misal üçün 5 manata görə mən niyə 5000 manatımdan olum? Və yaxud da 500 manatımdan olum. O mövzunu zaten həll olunur. Eynən. Şəxslər bizdə var misal üçün. O qədər mənim yəni yaralı yer mən toxunursunuz. Yəni hamı yaralı yeridir. Susmayacağam yəni bu mövzuda. Əslində bəlkə də yenə də deyirəm. Misal üçün çox sahələrdə ola bilər. Reklam verir, reklamım tutmadı. Səbəbinə bax, bəlkə Instagram alqoritmi çöküb. Yəni bir çox şey ola bilər. Misal üçün bizə müraciət eləyir. Və deyək ki, iş qəbulunu almışıq, viza müraciətini eləmişik, görüşlərə girib, deyək ki, Almaniya üzərindən danışırıq. Mən gedəsi olmadım. Ödənişimi qaytar. Gedəsi olmadın lap yaxşı. Bəlkə hansı səbəbdən? İndi biz də insanıq təbii ki, biz insanların düşündüyündən fərqli olaraq robot deyilik. Pul verdim, işləməlisən. Yəni elə deyil. Təbii ki, bu faktorları bəzən nəzərə alırıq, amma misal üçün uşağımı qoymağa yer tapmadım. Tamam, Allah köməyin olsun. Amma mən işimi görmüşəm. Yenə də burada sözün də deyiliş qaydası var da. Belə bir bizdə söz var. Eynən tələb. Söz var kəsər savaşı, söz var kəsdirər başı deyilən bir söz var. Yəni deyiliş, müraciət forması var. Müraciət eləyir. Okay, təbii ki, hər şey öncədən rəsmi müqavilə bağlanır. Yəni bu arada müqavilə mütləq dərəcədə bağlanmalıdır. İnsanlar bilsin. Çünki əlinizdə hüquqi olsun. Bəzən bizə müqavilələr gəlir, bir vərəqdir. VN yox, qeydiyyat ünvanı yox, təsisçi adı yox. Yəni necə inanırsınız? O özü də inanın mən indi burada xidmət haqqını deməyəcəm, kommersiya sirri olduğu üçün. Keçən dəfə bir mövzunu qoyub mövzuya keçirəm, buna da qayıdacağam. Neçə nəfəriniz var? Neçə nəfər çalışırsınız? Hal-hazırda bizdə xaricdə də işləyənlərlə birgə 26 əməkdaşımız var. Böyük komanda var. Bəli. Yəni 24.000 aldadılma olub. Bir vərəqə, özü də necə bir aldadılma faktoru olub. Bu həqiqətən mənim bu şirkət tarixində əslində o şəxs xahiş edirəm bu arada indi izləyəcəksə yanlış anlamasın. Yəni bunu mən insanlara maarifləndirmək üçün deyirəm. Deməli şirkətin adını deməyəcəm, olmaz. Kanadaya müraciət eləmək istəyib ailə. Azərbaycanda da Kanada səfirliyi yoxdur. Yoxdur, bilirəm. Sadəcə nümayəndəlik var, barmaq izi gedib verirsən, bitir. Şirkət adını bilmirəm necə qoyub. Yəqin ki, qeydiyyatı yoxdur bunun, çünki qurumlar buna icazə verməz. Şirkət adını loqo olaraq Kanada səfirliyi yazdırıb. Wow. Hə. Bu Azərbaycanda baş verib. Yəni bu arada həqiqətən wow. Yəni mən də eşidəndə bir 2-3 dəqiqə əslində nitqim qurumuşdu ki, yaradıcılığa bax. Hə. Kanada bayrağı, Azərbaycan bayrağı qoyublar. Və indi ola bilər də hər kəs bilməli deyil ki, səfirliyə növbə ilə girirsən, səfirliyə girmək olmaz, səfirlik toxunulmazdır, tapşırıq yoxdur. Yəni dövlət qurumları belə girə bilmir, bura müəyyən hallar istisna olmaqla. Yəni bunu insan bilməyib. Okay, bu deyək ki, bu insanın sadəlövlüyündən irəli gəlib. Yəni sən bunu necə düşünmüsən? Mən yəni bu hansı bir zəkadır? Ya La Casa de Papel filmi, yəni bunun yanında heç nədir. Yəni bunu biz bəlkə də serial falan çəkilsə, yəni reytinq qırar. Özdə Kanadada yaxşıdır yəni bu film işində. Yüzbəz Kanada yəni buna investorluq eləyə bilər. Kanada səfirliyi qoyub və içəri girib. Əslində o qədər burada hər cümləsi əslində bunun şokudur. Yəni bunu özü də bir vərəq müqavilə bağlayıblar ki, mən Kanadaya gedirəm.
hələ bir başqa məqam da var, ona da gəlirəm. 24 min pul alıblar bu ailədən. 2 nəfərdir və 2 ailə başçısı, xanım, bəy və 2 uşaq. Pişik üçün də 1000 avro alıblar əlavə. Yəni pişik üçün əslində viza falan yoxdur da. Yəni bunu hər kəs bilir. Heyvandır. Yəni nə vizası olacaq? Peyvəndə oldu. Okey, yəni sənin yanında gedə bilər. 24 min AZN plus 1000 avro bu formada dolandırılıblar bu şəxsə. Yəni dolandırıcılıq mı da pik həddinə baxın siz. Şirkət adını Kanada səfirliyi qoyub. Bilmirəm hal-hazırda bu arada fəaliyyətdədir ya fəaliyyətdə deyil, amma kim eləyibsə həqiqətən o şirkətin nəfəri mən tanımaq istəyirəm. Yəni reklam strategiyası mı deyim, hiləgərlik mi deyim, dolandırıcılıq mı deyim və acınacaqlı məqam budur ki, insanlar müraciət eləmək istədi. Az öncə dediyim araşdırma faktı. Soruşmadan, çox sadəlövcəsinə inanırlar. Razıyam. Yəni Vüsal bəy, əslində mən bilirəm ki, bu mövzu bitən tükən. Yəni siz məni dayandırmasanız, mən sizi sıralayacağam bu formada. Əslində hansı cümlədən başlamışdım, onu da unutdum. Əslində dolandırıcılıqla bağlı məncə çox vacib məqamlara toxundunuz. Mən ümid edirəm, hətta mən özümə belə təminlik hissi formalaşdı ki, hansı mövzular var ki, onlara çox ciddi diqqət etmələrimiz lazımdır. Amma mənə bir işlə də başqa, mənə təhsil tərəfi də biraz maraqlıdır. Orada da saatlərlə danışaram. Baxın, insanların bir Oxford, Harvard sevdaları var da. Yəni necə ki, məsələn mənim də elə bir sevdam var. Mən də çox istərdim ki, gedim Harvardda təhsil alım, Oxfordda təhsil alım, amma bilirəm ki, bu çox bahadır və bahadan da başqa çox mənəvi resurs tələb edir. Mən Harvard Business School-un onlayn olaraq 7-8 dənə modul oxumuşam. Hər bir modulu. Hə, yəni və ucuz da deyil. Hər biri hardasa bir 2-3 min dollara qədər bir şeydir və dostlarımın çoxsu da onu alıb oxuyur. Bir 7-8 dənəsini alıb oxumuşam. Harvardda, Oxfordda oxumaq üçün insanlar nə etməlidirlər? Universitetdə. Yəni bu mövzu əslində biraz mənim üçün fərqli bir mövzudur. Bilmirəm bu səbəbdən necə başlaya bilərəm bu mövzuya. Əslində Harvard, Oxford, MIT kimi top universitetlər var. Məsəl üçün Çinxua, Çində və sair və ilaxır. İlk öncə təhsil haqqları həddindən artıq yüksəkdir. Azərbaycanda nə qədərdir yəni? İxtisasa görə dəyişir təbii ki. Yəni 80 min, 70 min dolların üzərindədir və təbii ki, bu 6 rəqəmliyə doğru da hətta gedə bilir. Bu təqaüdlü də var da bunları, düzdür? Təqaüdlü 100% var, amma yəni o təqaüdü alacaq olan şəxsin beyninə sahib olmaq istəyərəm yəni mən. Çünki çox belə ultra, yəni mənim sadəcə IELTS-im var, ingilis dili bilirəm, attestatım 5-dir. Heç bundan siz hər hansısa bir standart Avropa ölkəsindən belə artıq çətinliklə təqaüd alırsınız. Mən böləcəm sizi bir neçə dəfə, çünki maraqlı mövzulardır orada. Yaxşı, və təqaüdü olmaq üçün hansı şərtlər var? Yəni zəkadan başqa yoxdur, düzdürmü? Yəni over zəka olmasın. Var. O over zəka olmalıdır. Eynən belə xalqın uşağı deyirlər bizdə. Yəni o uşaq olmalısan. Sən əsla da o uşağın xüsusiyyətləri heç kimə məlum deyil və o uşağın kimliyi də məlum deyil. Yəni əslində Azərbaycandan bildiyim qədərilə 7-8 nəfər bu günə qədər Harvardı bitirib. Təqaüdlə bitirənlər də var, amma səhv eləmirəmsə hal-hazırda heç bir Azərbaycanda deyil. Bildiyim qədərilə. Yəni Harvard Universitetinin özündən danışıram bu arada. Real Harvard diplomuna sahib olan şəxslərdən. Amma Harvardın nəzdində bir çox sizin bitirdiyiniz kimi institutionlar var. Onun nəzdində bir sıra kurslar var. Hətta ödənişsiz belə kurslar var. Var, bəli, onlayn 3 aylıq kurslar var. Məsəl üçün müraciət eləyirsən, sonda sadəcə $70 alırsan sertifikatın gəlməsi üçün və rahat şəkildə deyə bilərsən mən Harvardı bitirmişəm. Zaten bizim insanlar maraqlanmır ki, nə, hardadır, Harvard hardadır. Və bəli, o universitetlərə daxil olmaq üçün həqiqətən siz akademik göstəriciləriniz çox yüksək olmalıdır. Akademik göstəricilər dedikdə təhsil göstəriciləri, təhsil olimpiada nəticələri mütləq dərəcədə sənin beynəlxalq bir nailiyyətin olmalıdır. Və regional bir uğurun, aktivliyin, dərsdən kənar aktivliyi də çox önəmlidir. Könüllülük təcrübələri çox önəmlidir. Və ən önəmli məqam %50% də onu təşkil edir. Əgər təqaüdlü təhsil almırsansa, sənin ailənin maddi durumu rəsmi şəkildə ultra yaxşı olmalıdır ki, sən o həm illiyi qarşılaya biləsən, həm də sən vizanı ala biləsən. Bizim insanlar bəzən təhsil qəbulu almaqla viza almaq arasındakı fərqi anlamır. Yəni hər kəs təhsil qəbulu ala bilər. Demirəm Harvarddan, təbii ki. Yəni xaricdən təhsil qəbulu ala bilərsən, amma viza tələb edən ölkələrdə sən vizanı almaq üçün həm maddi durum, həm akademik göstəricilər yetərli olmalıdır ki, sən gedə biləsən. Çünki bəzi insanlar xaricə asan viza əldə etmək üçün təhsil yolundan istifadə eləyir.
Təhsil almaq okey. adı ilə gedirlər və təhsili yarımçıq qoyurlar, ölkədə qalmaq istəyirlər. Bu səbəbdən də bizim viza ranking deyək də, reputasiyamız da aşağı düşür. Amma ciddi təsir göstərir. Bəli, ciddi təsir göstərir və xaricdə təhsil dedikdə bəzən valideynlər də narahat olur ki, attestatdan imtahansız təhsil mövzusu. Yəni o sual da var idi bu arada. Keyfiyyətsizdirmi? Yəni sən necə Harvardda keyfiyyətsiz deyə bilərsən? Və sən necə misal üçün Riga Technical University-ya, nə bilim, Sapienzaya keyfiyyətsiz deyə bilərsən? Yəni Azərbaycanda da təbii ki, top 1000-likdə olan universitet səhvləmirəmsə artıq var, bəlkə dövlət universiteti və bəlkə də başqa universitetlər də aid olunub. Amma top 500-lükdə olan universitetlərə misal üçün bizim dövlət təqaüdü proqramımız var. Bəli, dövlət maliyyələşdirir, gedirlər, təhsil alırlar, sonra dönüb 5 il Azərbaycanda işləməlidirsə çox gözəl proqramdır ki, ixtisaslı kadrlar Azərbaycanda qala bilir. Bəli. Və hətta həmin universitetlərdən də imtahansız qəbul ola bildiyin sənin universitetlər var. Wow. Bu səbəbdən. Yəni əslində bunun Oxford, Harvard belə asan getdim, girdim məsələsi nə deyil? Yox deyil. Yox. Oxford, Harvardı mən ümumiyyətcə burada danışmaq istəmirəm. Yəni bu dediyim imtahansız Oxford, Harvard üçün misal üçün universitetin daxili imtahanı ola bilər ki, IT ixtisasında var və yaxud da tibbdə var və yaxud da hər hansısa bir intervyu olur, amma əlavə olaraq həmin səviyyədə universitetlərə vermək üçün təbii ki, ixtisasa görə, müraciətə görə sənin dil sertifikatını, dil biliyini sübut edən IELTS-ın, TOEFL-ın və yaxud da SAT nəticən olmalıdır və yaxud da master müraciət etsən cimət sizdən tələb eləyə bilərlər, GRE tələb eləyirlər. Yəni o universitetlərdə top 10-luq, bəlkə də top 50-likdə bəli imtahanlar var. Amma bu yenə də deyirəm, bizdəki kimi dövlət imtahan mərkəzinin təşkil elədiyi ümumi ölkənin imtahan sistemi deyil. Bu universitetin qoyduğu tələbdir, hər ixtisasa görə əlavə imtahanlar var. Sizin şirkət bu ilə bağlı tam full dəstək verə bilir də insanlara. Full dəstək göstəririk. Mən sizə sual verirəm. Siz Amerikada Harvard Institution-a imtahanla daxil olmuşdunuz yoxsa imtahansız? Keyfiyyətsiz deyə bilərsiniz ona. Yox, yəni o mənim həyatımı gəlmiş, keçmiş, oxuduğum, yəni özü bu şey də yəni bu moduldur. Yəni bizə strategy execution, leadership belə ayrı-ayrı bir modul oxumuşam. Bu arada söz gəlmişkən indi yadıma düşdü. Mənim xatirim əgər məni aldatmırsa, son dövrlər Çin universitetləri çox ciddi qiymət endiriblər və bu dəqiqə çox böyük bir axın var orada. Hətta mən bu yaxınlara bir dostumun övladını da yönləndiriblər, orada oxuyurlar. Nə məsələdir orada? Yəni nəsə çox ciddi bir geri dönüşdürmü bu, yoxsa xüsusi istedadlar yığırlar orada? Çox gözəl vurğuladınız. Ümumiyyətlə Çinlə Azərbaycan son zamanlar çox sıx münasibətdədirlər, həm iqtisadi, həm siyasi cəhətdən. Vizasız artıq. Vizasız, bəli, bu təhsilə də təsir eləyir. Bəlkə də Azərbaycanda ilk şirkət First Academy-dir ki, mən çünki bizdə belə bir xassiyyət var, ya mən özüm ya da əməkdaşım görmədiyi ölkəyə mən göndərə bilmirəm müraciətçini. Çünki mən müraciətçiyə bu universitetdə bu ixtisasda təhsil alacaqsandan daha çox kartoşka neçəyədir? Marşrut qiyməti neçəyədir? Bu metro hava limanından düşün, hansı avtobusla gedə bilərsən? Onları izah eləməyin tərəfdarıyam. Valideynlərin içinə bir su sərpirik orada. Həmən özüm Çinə getdim və bəlkə də ilk şirkət ki, Çində biz 4 illik bakalavr üçün full ödənişsiz və yaxud da təqaüdlü müqavilələr bağladıq universitetlərlə, master üçün, PhD üçün və həqiqətən ilk olaraq biz Çinə çox sayda tələbə göndərdik və hal-hazırda da davam eləyirik. Çin bu dünyadan da bir inteqrasiya var indi bu dəqiqə. 100%. Mən Çində daha çox Amerika vətəndaşlarını, rusları, italyanları gördüm. Hətta bəli, yəni misal üçün Çində Dalyan şəhərində Venesiya var, şəhərcik var. Çin bilirsiniz də hər şey yaradır, yəni özü üçün. Xaricdən gələndə də öz ölkəsində hiss eləyirlər. Yəni Çində xarici tələbələr, Azərbaycanlılar da çoxdur. Bizim sosial hesablarımızda orada təhsil alan Azərbaycanlılarla müsahibələrimiz, professorlar, orada da eyni şərt var ki, orada qalıb işləməlisən, yoxsa orada belə bir şərt yoxdur. Məsələn, biz deyirik, təqaüdlə Azərbaycan dövləti göndərir, oxuyursan, sonra gəlirsən. Azərbaycana gəlib. Bu sadəcə Azərbaycan dövlət təqaüdü proqramının tələbidir. Okey, başa düşdüm. Sən əgər dövlət dəstəyi ilə gedib təhsil alırsansa, dönüb 5 il Azərbaycanda işləməlisən. Çində təbii ki, təqaüdlə təhsil var və tələbə təqaüdlə təhsil alırsa və yaxud da ümumiyyətcə təhsil alırsa, bitirəndən sonra dünyada hal-hazırda təhsillə bağlı adı çəkilən ölkələrin demək olar %99.9%-i istedadlı tələbəni buraxmaq istəmir.
İş təklifləri verir Bəli, rahat-rahat. iş təklifləri Özü verir. yaxşı iş təklifləri Bitirdikdən sonra həmin tələbənin həmin ölkədə qalıb işləmək icazəsi olur. Amma Çin bəlkə də yeganə ölkədir ki, ölkə 2-3 ölkədən biridir ki, təhsil müddətində də tələbəyə asan şəkildə işləmə icazəsi vermir. 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 Digər bütün ölkələrdə demək olar tələbələrin bakalavrda part-time, yarım gün iş icazəsi var ki, bir yaşam xərclərinə dəstək olsun. Çin deyir ki, təhsil alırsansa, təhsil alacaqsan. Okey, maraqlıdır. Bitdi. Yəni bu bəlkə də onları Çini Çin eləyən bəlkə məqam budur. Ola bilər. Niyə də yox? Yəni fərqli aspektdən yanaşa bilərik. Bəli. Və maraqlı gəldi əslində. Və universitet illikləri o qədər bəli, yəni qadağadır. Qadağadır ki, olmaz. Yəni iş icazəsi almaq olur, amma bilirsiniz necə, hər adam ala bilməz və 6 ay, 1 il sonra o qədər çətin səfirliyə müraciət eləyirsən. Prosedur çətindir. Çox çətindir, amma vizada hansı ki tələbə vizası verilir, işləməklə bağlı heç bir bənd yoxdur. İcazən yoxdur. Sənin rəsmi işləməkdən söhbət gedir. Çində də zaten qeyri-rəsmi heç nə görə bilməzsiniz Amerikadakı kimi iş və sair və ilaxır. Heç kimə də tövsiyə eləmirəm bu arada. Və Çində universitet illikləri o qədər aşağıdır ki, bəli, çox aşağıdır. Çox aşağıdır və misal üçün Çinin Çinxua Universiteti hal-hazırda Harvardla, Oxfordla bəzi fakültələri var ki, müqayisədədir və daha üstündür. O qədər, yəni. Bəli, Çin hansı fakültələr misal üçün? Hüquq səhv eləmirəmsə, hal-hazırda çox yaxşı səviyyədədir dünya üzrə, hətta top 10-luqdadır. Yəni yoxlaya bilərlər. Çinxuanın belə illiyi 7.000-10.000 dollar civarında olan ixtisaslar tapmaq mümkündür. Əslində bu top 5 üçün. Bizdə məktəblər, yəni özəl məktəblər onunla da bahadır, yəni. Çox baha ola bilər və yaşam xərcləri üçün də çox ucuzdur. Misal üçün ümumi illik tələbə yataqxanaları 500 dollara, 600 dollara tapmaq olur. Sadəcə mən indi belə bu podkastı Çinin reklamı kimi də eləmək istəmirəm. Niyə də bu qədər çox danışdım bilmirəm əslində Çinlə bağlı, amma həqiqətən çünki çox fərqli mədəniyyətdir. İnsanlar düşünür ki, gedəcəm necə olacaq? Adətən bizə Türkiyəyə yönləndirirdi, amma bir elə məqamı qeyd edeyim ki, təbiidir, bəli, Türkiyə ilə bağlı bir trajik dövr idi mənim üçün. Çünki elə bilirdilər ki, çox asandır. Şirkətlər belə çünki insanlara aşılayırdılar. Get çox asandır, get çox asandır. Pul. Çünki çox gözəl qazanırdılar şirkətlər. Amma mən bu faktı deyim ki, Azərbaycanda fəaliyyət göstərən universitetə daxil ola bilməyən heç bir tələbə, istisnalar həmişə var. Bu sözü həmişə deyim. Türkiyədə universiteti bitirə bilməz. Yəni Azərbaycanda sən reytingi ən aşağı, bəli, reputasiyası ən aşağı olan universitetə belə sən daxil ola bilməmisən. Sən hər hansısa bir regionda fəaliyyət göstərən, dövlət və özəl fərqi yoxdur. Sən Türkiyədə oxuya bilməyəcəksən. Yəni bunu unudun. Bilmiş olsunlar. Yəni uşaqları boşu-boşuna Türkiyəyə göndərib pulunuzu çölə atmayın. Yazıqdılar. Yəni çox çətin təhsil sistemi var Türkiyənin hal-hazırda. Yəni hal-hazırda ömür boyu belə olub. Bəli. Yəni dağ başında olan universitetdən tutun İstanbulda, nə bilim megapolisdə ən prestijli universitetinə qədər təhsil sistemi çox çətindir. İnsanlar həmişə düşünür uşağım Türkiyəyə gedir, belə olacaq, elə olacaq. Təbii ki, indi sən yaxşı göstəricilər sahibsənsə, okey, oxuya bilərsən. Amma universitetə girmədi, asandır Türkiyə, əsla yönləndirməyin. Hətta mən sizə deyim, Avropanın universitetləri hamısına aid olmasa da Türkiyənin ən aşağı səviyyəli universitetindən belə daha asandır. O qədər yəni, hə? Bəli, Türkiyədə təhsil çox çətindir. Bunu nəyə görə çətindir ki? Bizim insanlar serialdan düşünürlər ki, türk dilini yaxşı danışır, amma əsla təhsil sistemində elə deyil. Təhsil akademik dil bilgisi lazımdır. Nə bilim, Türkiyədə bir çox universitetlərdə dərsdə iştirak məcburiyyəti yoxdur. Bizdəki kimi qayıb limiti falan yoxdur. Yəni 7 qaybə düşdün, imtahana girə bilməyəcəksən. Bizimkilər də zaten asandır bu. Okey, getmirəm universitetə, dərsi oxumur, öyrənmir. İmtahanda hər hansısa bir müəllimə şirinlik, nə bilim, müəllim buyurun sizə konfet gətirmişəm. Məni təəccübləndir, müəllimlə falan bir trend var idi bizdə. Yəni o formada olan xahişlər də keçmir. Yəni bu səbəbdən də oxuyub bitirmək çox çətin olur Türkiyədə və Türkiyədə belə bir sistem var. Məsəl üçün bakalavrda sən 7 il oxuya bilərsən, 4 illikdir, amma 3 il sənə əlavə möhlət verirlər. 7 il sonra nə olacaq? Qovulacaqsan. Vüsal bəy, bəs yaxşı, uşaqlarla bağlı bu, yəni xarici təhsil daha çox universitet falanlar mövzusu var, amma yəqin ki bir məktəb mövzuları da var. Xaricdə məktəbdə oxumaq mövzuları da var da. Yəni məsəl üçün mənim qızım özəl məktəbdə oxuyur, kifayət qədər məmnunam təhsilindən, adını çəkə bilmərəm, reklam olmasın, amma ümumilikdə mənə maraqlıdır ki, yəni uşaqların təhsili ilə bağlı da istərdim ki, sizin həm təmsil
etdiyi təhsili. şirkətin xidməti olaraq da mənə maraqlıdır. Nə xidməti var? Bizdə bununla bağlı müraciətlər deməyim, həddindən artıq pik səviyyədədir. Çünki məktəblər, xüsusilə məktəb dövrünə adətən yox da high school adlanan, yəni son illəri əhatə edən proqram, hansı ki 9-dan sonraya təsadüf eləyir. 2-3 ona ildə daha, yəni. bəli, ona daha çox müraciətlər olur, amma pik səviyyədə deyil, çünki məbləğlər düzdür, bəzi illiklər bizim özəl məktəblərdən daha aşağıdır, deyim sizə, amma sadəcə indi illiklə də bitmir də. Yəni yaşam xərci var, bileti var. Yəni bir də uşaqdır. Bizim valideynlər biraz uşağa çox bağlıdır. Bəli. Yəni bu səbəbdən o qədər də təbii ki, uğurlu olanlar var, hansı ki valideyn o ölkədə də yaşayır, misal üçün uşağı orada oxuyur, amma çox nadir hallarda biz rast gəlirik ki, uşağını məktəblə bağlı göndərsin, xaricdə davam etdirsin məktəb təhsilini. Mən də bu arada valideynlərə tövsiyə eləyərəm ki, əgər siz göndərdiyiniz ölkədə özünüz tez-tez gedib yaşaya bilmirsinizsə, bəlkə işiniz ola bilər, yəni istisna durumları çıxmaqla, məncə məktəbi bitirsin Azərbaycanda və bakalavr göndərin. Xaricdə təhsil universitet məsələsində artıq. Bu daha yaxşı olar, daha real olar. Çünki bizim Azərbaycanın mental dəyərləri ilə xaricdə olan dəyərlər eyni deyil. Yəni misal üçün bir çox ölkələrdə siz də yəqin ki şahid olmusunuz ki 18 yaşdan sonra uşaqlar çox sərbəstdirlər. Nəinki 18, bəlkə 15, 14 uşaqların öz həyatı olur, ayrı evə çıxırlar, özlərinə qazanmağa başlayırlar. Heç bəziləri peşə öyrənirlər, universitetə belə girmə ehtiyacları olmur. Amma bizdə elə deyil. Uşaq yanımda olmalıdır. Qızlar təəssüf ki, düzdür, indi bu düşüncə dəyişib. Evlənənə qədər yanımda olmalısan, qız uşağını xaricə göndərmək olmaz. Hətta oğlanları artıq daha çox qoruyurlar qızdan daha çox. Bilmirəm nə baş verib. Yəni biraz o bu ailə dəyərlərindən çıxmış olan bir uşaq, hansı ki xaricdə heç bir təcrübəsi olmayıb. Yəni Azərbaycan bu arada ultra güvənilir ölkədir. Yəni xaricdə bəzən sən görə bilmirsən, təhlükəsizlik cəhətdən, qiymətlər cəhətdən, əyləncə cəhətdən, bəzi ölkələrdə misal üçün narkotik leqaldır. Yəni bura düşür uşaq. Yəni bu mühitə düşür uşaq. Adı üstündə uşaq. Yəni özünü formalaşdırmamış bir şəxsdir. Hə və bu nöqteyi nə? Bəlkə də deyəcəksiniz çox geri düşüncəlidir. Bəlkə də deyəcəksiniz ki, bu niyə öz məbləğinin qarşısına keçir? Yəni əslində mən hal-hazırda müraciətçi qaçırdıram. Yəni high school-la bağlı indi məncə siz işinizin eksperti olduğunuza görə. Amma yəni zaten konsultasiyaya gələndə də mən deyirəm göndərmə, biz o pulu ödəmə. Yəni boşuna ödəmə. Çünki sonda gəlib mənə deyəcəksən, sən mənim uşağım sənə görə narkotik çəkir. Yəni bilirəm mən bunu. Heç vaxt öz uşağında sən o günahı görməyəcəksən. Ona görə göndərməsinlər. Eynən. Yaxşı, bir şey soruşum. Əvvəl bu sual biraz iddialı sual olacaq, amma mənə maraqlıdır da. Bəzi ölkələr var, bəzi insanlar var, əslində ölkələrlə deyim də, yəni bəzi ölkələr var ki, artıq təhsili o qədər də önəmsəmirlər artıq. Bəli. Və düşünürlər ki, insan bəlli bir kiçik bir bilgilərə sahib olaraq, indi süni zəka dövrünü nəzərə alaraq, yəni Silikon vadisində artıq bəlli bir startapı ilə, bəlli bir kiçik bilgisi ilə və yaxud dar ixtisası ilə çox böyük bir çevrilişlər eləyə bilərlər də. Və illah da ki, bizim ölkədəki insanlar nəzərə alsın ki, mənim uşağım %100 oxumalıdır, mənim uşağımın əlində diplomu Xalqın uşağı oxuyur. Xalqın uşağı oxuyur məsələsi də. Baxın, müasir dövrün trendi nəyi göstərir ümumiyyətlə? Müasir dövrün trendinə mən təhsildə işləyən bir insan. Müasir dövrün trendi o qədər də belə yaxşı getmir hal-hazırda. Amma mən bir fikrə həmişə səsləndirirəm ki, diplomlu fəhlə olmaqdansa diplomsuz mütəxəssis ol. Yəni bilirsiniz necə? Diplom almaq yox, təhsil almaq lazımdır. Yəni bu iki anlayış fərqlidir. Sən oxuyursan, amma oxumaq deyil də sən universitetə gedirsən. Nə öyrəndin o universitetdə? Və sən diplomu aldın. Mən diplomluyam. Hal-hazırda deyirlər ki, misal üçün mən bəzən qarşılaşıram. Əslində bu fikirlə də çox qarşıyam ki, ölkədə iş tapmaq olmur fikrinə. Mən çox qarşıyam. Çünki mən özüm hal-hazırda bir şirkət rəhbəriyəm. 4 ayda işçi axtarıram. Yəni o ixtisaslı kadrı mən tapa bilmirəm. İş var. Sadəcə özünü təkmilləşdirmək istəyib işləyən yoxdur. Təbii ki, yenə də mən burada istisnalar var. İndi məni belə topa tüfəngə o rəylərdə istəmirəm, ondan qarşılaşmaq istəmirəm. Çünki həmişə işimlə danışılmaq istəyirəm. Yəni universiteti bitirirlər, diplomu alırlar. Amma o sahə üzrə heç nə bilmirlər. Burada iki bir faktor ola bilər. Universitetdə təhsilin keyfiyyəti aşağı olub və yaxud da sən həmin təhsilin keyfiyyəti yaxşıdır, sən öyrənə bilməmisən. Yəni bunu biz heç bir zaman ortaq məxrəcə gələ bilməyəcəyimiz iki mövzudur. Çünki iki tərəf də özünü
sübut eləyəcək. Universitet deyəcək ki, mənim çox hal-hazırda xaricdə fəaliyyət göstərən olan məzunlarım var. Şəxs deyəcək ki, mənim beynim var, mən belə yer tutmuşam, burada öyrənə bilmədim. Yəni bu iki faktor həmişə müzakirə olunacaq və heç bir halda ortada mənim fikrimcə tapılmayacaq. Bu arada buyurun. Və diplomlu alıb təhsil vacibdir misalına gəldikdə də təhsildən daha vacib. Sən əgər təhsil alıb o ixtisası həqiqətən o 4 il və ya 2 il magistr ərzində öyrənəcəksənsə və o ixtisas üzrə davam eləmək istəyirsənsə, bəli, vacibdir. Okay, başladım. Amma yox, sən misal üçün ailəm istəyir universitetə gir. Bu fikrimə görə də çox daşlana bilərəm. Mənim qızım oxumalıdır ki, yaxşı yerə köçsün. Filan kəsin qızına bax, deyəcəklər pis. Yəni okey də, yəni mən danışmaq istəmirəm, bilirlər. Xalq bilir bu sözləri. Yəni bu fikirlərlə uşaq universitetə gedəcəksə getməsin. Yəni gedib peşə öyrənsin, gedib dərzilik öyrənsin, gedib bağbanlıq öyrənsin. Bəs yaxşı ixtisasda və peşələri öyrədən qurumlarımız var ümumiyyətlə, sistem var. Var, bəli. Məsələn, mən yaxşı maşın ustası öyrədən var elə bir şey. Yəni biz hal-hazırda misal üçün Almaniyaya heç bir halda ixtisaslı kadr göndərmirik. Almaniyaya biz bağban göndəririk, aşpaz göndəririk. Nə gözəl. Və yaxud da misal üçün elə sahələr var ki, yaxşı öyrədirlər. Yaxşı öyrədirlər, bəli. Super. Elə sahələr var ki, onları universitetdə sən tam öyrənə bilməzsən. Misal üçün IT sahəsi, kiber təhlükəsizlik. Yəni bunun üçün çox yaxşı laboratoriya sistemi lazımdır. Bunun üçün çox yaxşı bir əməkdaşlıqlar lazımdır, təcrübə lazımdır. Ondansa sən o 4 il itirməkdənsə bizim çox gözəl beynəlxalq sertifikat verən özəl kurslarımız da var. Demirəm bizim şirkətdə var, olacaq inşallah, amma hazırda yoxdur. Amma həqiqətən əməkdaşlıq etdiyimiz kurslar var və o kursu bitirib IT sahəsi üzrə hətta nəinki offline, online qaydada da çox gözəl işləyən şəxslər var. Yəni sualınızın cavabı mənim fikrimcə ixtisas önəmlidir, ixtisaslı olmaq önəmlidir. Yəni hər kəs bank işçisi ola bilməz. Mən misal üçün öz üzərimdən deyim, mən məktəb oxuyanda məndə valideynim həmişə israr eləyirdi ki, bank işçisi olacaqsan. Bank işçisi, hə. Bank işçisi olacaqsan. Bank sahibi kimi görürsən inşallah. Bank sahibi kimi görürlər. Daha xəbərləri yoxdur da orada. Amma yəni çox israr eləyirdi bu arada və mənim də riyaziyyatım həmişə çox zəif olub. Çox zəif olub. Yəni deyirdim yaxşı, olacam. Hətta ona görə ikinci qrupu seçdim. Amma mən hal-hazırda özüm bir şirkət rəhbəriyəm və mən özüm hal-hazırda özüm demirəm də, yəni bunu bir örnək olaraq sadəcə deyək ki, yaxşı örnək. Yaxşı deyək ki, sizin ifadənizdən yaxşı örnək kimi. Yəni mən valideynimə tamam dedim. Amma yenə də öz bildiyimi elədim. İstədiyim ixtisasa daxil oldum və həmin ixtisasa yaxın sahə üzrə hal-hazırda fəaliyyət göstərirəm. Bravo. Mən hal-hazırda deyə bilmərəm ki, öz təhsil aldığım universitet mənə heç nə qatmayıb. Amma təbii ki, rolu var. Amma mən sadəcə universitetin üzərinə də yıxa bilməzdim. Mən özüm misal üçün 17 yaşımdan 18 yaşımdan bu sahə üzrə işləməyə başlamışam. Şəxslər özünü təkmilləşdirməlidir. Bəli, məcbursan. Hər şey sən universitetdə misal üçün 26 min tələbə təhsil alır. Hansınızın birinizə gəlsin, arxanızdan düşsün, gəl bunu öyrən, gəl bunu öyrən. Müəllim gələcək maaşını alıb gedəcək evinə. Sən oxumalısan, sən tələb eləməlisən. Mühasirəsini oxuyub çıxıb gedəcək. Eynən mühasirə, yazın mühasirəni, leksiya, sən yəni də şəxs özünü təkmilləşdirməlidir. Bizdə insanlar yenə də deyirəm, hazırı sevir. Başladıqda dedim, xaricə getdikdə də hazırı sevir. Bax, dələduzluq da bundan yaranır ki, hazırı sevir, təkmilləşdirmək istəmirlər. Uğursuzluq da bundan yaranır. İşdən qovulma da bundan yaranır. Universitetdən atılma da bundan yaranır. İstəyirlər ki, hər şey otursun, belə ayağının üstünə qoysun, hazır gözləsin, filan kəs gələcək, mənə kömək eləyəcək. Yox. Vüsal bəy, bir dənə sual yadıma düşdü. Bunu səsləndirmiş olum. Xaricdə işlə bağlı insanlar hansı işdə işləməklə bağlı öncədən belə deyək də bir istək verirlər, yoxsa sizin onlara bir belə deyək seçənəkləriniz olur ki, tutaq ki, bu ixtisaslar üzrə, bu peşələr üzrə sizə misal üçün biz iş təklif edirik Almaniyada, yəni İspaniyada və ya digər hal-hazırda Azərbaycandan xaricdə işlə bağlı ümumiyyətcə uğurlu nəticələnən 3 ölkə var. Daha çox müraciət elədiniz. Slovakiya, Çexiya və Almaniya. Slovakiya, Çexiya və Almaniya daha uğurlu nəticələnir. Əlavə Polşa, Litvaya da müraciətlər olur. Biz eləmirik. Uğurlu nəticələnir. Bu sözü anlamadım. Yəni gedib işləyə bilirlər. Digər ölkələrdə işləyə bilmirlər. İşləyə bilmirlər deməyim.
Yəni Alındıra bilmirlər nəsə. bu mövzuda əslində çox uzun danışacağam, bilmirəm. Məsəl üçün keçən il rəsmi olaraq belə bir əslində xəbər saytlarında da yayılmışdı ki, Amerika Azərbaycana viza verməyi ləğv elədi. Belə bir xəbərlər yayıldı. Hamı panika ilə elə bil hamı sabah durub Amerikaya gedir. Ki normalda zaten çox asan alırdılar o vizanı. İndi çətin olacaq. İndi çətinləşib. Əslində o məsəl üçün iş vizasının ləğvi ilə bağlı idi. Sadəcə iş və digər indi bizneslə bağlı. Okay. Yəni onun məsəl üçün turistə təhsil aidiyyatı yox idi. Məsəl üçün mümkün deyil də Amerikaya. Bu günə qədər keçən ilə qədər mümkün idi, amma zaten gedə bilmirdilər. Yəni uğurlu nəticələnmirdi viza, iş qəbulu olsa da. Hal-hazırda ümumiyyətcə yoxdur. O müraciət forması yoxdur işlə bağlı Azərbaycan üçün. Yəni spesifikdən danışıram. Təbii ki, alternativ yollar var. Mümkün olmayan bir şeyi şirkətlər deyir Amerikaya səni işə göndərirəm. Və bunun üçün insandan xidmət haqqı alırlar. Sonra misal üçün mən İngiltərədə, Norveçdə şokolad zavoduna gedirəm. Hollandiyada balıq tutmağa gedirəm. Nə bilim, İspaniyada fermaya gedirəm qoyun yunu qırxmağa. Niyə də? Yəni orada qoyun yunu qırxan yoxdur. Yəni bu tip ölkələrdə uğurlu iş qəbulu alırsan. Mən bundan öncə də bu fikri səsləndirmişdim, təkrarlayım. Təhsil qəbulu və iş qəbulu almaqdan ziyadə sənin vizan təsdiqlənməlidir ki, gedə biləsən. Və sualınızın cavabı uğurlu alınır, viza uğurlu alınır. Daha çox Almaniya, Slovakiya və Çexiya. Bəli, seçimə gəldikdə bizə hər kəs gəlir. Mühəndis istəyir, müəllim istəyir, direktor istəyir. Aşpaz. Aşpaz mümkündür. Amma və təəssüf ki, bunu istəyir. Deməli belə bir tendensiya var. Yəni CEO istəyən də olur da yəqin ki də. Ki mən gedib CEO işləmək istəyirəm bu faktda. Çox olur. Amma belə deyim sizə, həqiqətən olur. Həqiqətən olur. Əslində müzarifatla dedim ki. Olur. Hər gün ən azı 1-2 CEO ilə qarşılaşırıq. CEO ilə qarşılaşırıq, bəli. Sadəcə belə bir maraqlı fakt var ki, misal üçün adını çəkdiyim mühəndis, müəllim, ixtisaslı kadrlar gəlir, deyir ki, okey, mən sıfırdan başlamağa hazıram. Bunu necə doğru ifadə edeyim? Kömək eləsəz yaxşı. Sıfırda olanlar mı deyim ya ilkin mərhələdə olanlar mı deyim iş həyatında gəlib ən son mərhələni istəyirlər xaricdə. Yəni ilk öncə bilik bacarığı yox. İlk öncə sən öz ölkəndə nə isə əldə etməlisən. Ən azından bir 600 manat, 700 manat fiks əmək haqqın olsun sənin. Ki get xaricdə bir o 7000-in adını çək. Düzdür? Sən öz ölkəndə heç nə işləməmisənsə xaricdə necə işləyəcəksən? Biz heç həmin şəxsi kobud da çıxsa qəbul eləmirik. İstəmirik və seçimlər bundan normal adamlardılar, yəni 500-600 manat maaş alıb və CEO iddiasında işləmək istəyənlər. Yəni bu normal. Təki 600-500 manat maaş alanlar onu istəsin. Yəni sıfırlar var da, yəni çox maraqlıdır. Yəni həqiqətən, amma xaricdə iş seçimləri bəli, hal-hazırda biraz ixtisassız kadrlardır ilkin etapda. Məsəl üçün Almaniyada deyək ki, restoran sahəsində aşpazlıq, ofisiant, servis və ya da oteldə housekeeping, ola bilər diş həkimi assistenti, texnik və köməkçisi, bağban, Çexiyada, Slovakiyada zavod işləri, avtokar sürücüsü. Yəni sən get bir bundan başla. Görsün səni müəssisə, görsün səni ölkə, adaptasiya ol, asandan başla. Sonra zaten sənin misal üçün Almaniyanın tələbi var. Uzun müddətli gəlib oturmamaq istəyirsənsə, hansı sahə üzrə olmasından asılı olmaq, diplomun olmalıdır və tanınmalıdır Almaniyada. Sən dilini də təkmilləşdir orada, maksimuma çatdır. Get öz sahən üzrə bacarırsan işlə. Belə bir limit yoxdur. Bu arada orada sonra uğur əldə etmiş insanlara dəstəyiniz olur. Misal üçün tutaq ki, X-dan Y-ə yəni bizim keçmək hal-hazırda misal üçün şəxslərimiz olub, nəinki uzun müddət sonra. Sadəcə budur da mümkün olan. Mən niyə yalandan sanım? Misal üçün bizə müraciət eləmişdi. Çox peşəkar marketoloq idi xanım. Ceyhunə xanım idi səhv eləmirəmsə, yanlış xatırlamıramsa adını. Universitet bitirmişdi, elə həmin öz sahəsi üzrə. Biz qeyd elədik ki, yəni çox gözəl backgroundunuz var, rəsmidir. Amma təəssüf ki, Almaniya bu sahə üzrə ilkin etapda qəbul mümkün deyil. Dedi, tamam, mən bilirəm zaten bunu. Çünki adam zaten ziyalıdır. Anlayışla qarşılayır. Çünki özü də o sahəyə sıfırdan başlayıb öz ölkəsində qalxıb. Biz onu Gastgewerbe adlanan, yəni qonaq qarşılanması ixtisasına göndərdik. 2-ci ayında getdiyi otelin marketing direktoru oldu. Wow, Allah. Bəli, 2-ci ayında, yəni bu çox tez bir yüksəliş idi. Bu formada mən onlarla sizə uğur hekayəsi danışa bilərəm. Vüsal bəy, yaxşı, onda xaricdə təhsillə bağlı insanlar bir neçə dənə belə deyim nöqtələri vurğulaya bilərsinizmi ki, bunları mütləq şəkildə bilməlidirlər və necə müraciət etməlidirlər? Tamam. İlk öncə ayağını yorğanına görə uzatmalıdırlar.
Bu bir reallıqdır. Büdcəmə Bəli. baxman lazımdır. Büdcənə baxmalısan. Yəni hər kəs təbii ki, ən yaxşısını istəyir, amma sənin təqaüdlü təhsil ala bilmirsənsə, ona büdcən çatacaqmı? Bu bir məqamdır. Məsəl üçün Avropa universitetlərinin bir çoxunda, hamısında demək olar, təhsilin illiyi öncədən istənilir. Sən müraciət elədin. Deyək ki, bəydir. 18 yaş tamam olmuş bir bəydir, oğlandır. Yəni müraciət eləyir, okey, qəbulu aldıq. Ailə ödəyə bilmir, təqaüd gəlmədi deyək ki, çünki %100 zəmanət yoxdur təqaüdə. Bu şansdır, göstəricilərdən asılıdır. Və sən o təqaüdü ala bilməyəndə, illiyi ödəyə bilməyəndə nə olacaq? Əskərliyə gedirsən. Artıq akademik təhsildən uzaqlaşmış olursan. Mütləq dərəcədə sən dil öyrənməlisən. Bəli, biz hal-hazırda Azərbaycanda bəlkə də yenə tək müəssisəyik ki, Çexiyaya, Latviyaya dil sertifikatı olmadan göndəririk. Amma bu o demək deyil dil bilmədən göndəririk. Okay. Yəni mən partnyorluğum nəticəsində səni sertifikat olmadan göndərirəm. Düşün, ingiliscədir təhsil. Gedən gündən təhsilə başlayırsan, nə edəcəksən orada? Yanında mən mi gəlib sənə tərcümə eləyəcəm o sözləri? Dil bilməlisən, yəni dili öyrənməlisən. Hə, bu məsələdir də, bundan o tərəfəsi yoxdur. Bundan o tərəfəsi yoxdur. Büdcən olmalıdır, dili öyrənməlisən və sən attestat qiymətlərinin 2, 3 falan düzdür, ona uyğun universitetlər də var, amma bir çalış da, getdiyin ixtisas üzrə. Məsəl üçün, hal-hazırda son zamanlar hər kəs gəlir, necə bir ara bir 2000-lərdə bank işçisi, az öncə dediyim kimi, hal-hazırda hamı IT. Adam bəlkə də vurma cədvəlini düşünüb deyir. Sən necə IT oxuya bilərsən? Sən get turizm oxu. Özünə uyğun olan, biliyinə uyğun olanı oxu. Onsuz da sən bunu istəyirsənsə gəlib çatma ehtimalın var. Amma bilmədiyin bir sahə üzrə niyə kəsirləri yığıb qovulasan? Eynən, razıyam. Öz göstəricilərinizə uyğun olan bir seçim eləməlisən. Yəni mən hazır istəmirəm belə rəsmi cümlələrlə izahlı demək istəyirəm. Sizin şirkətdə konsultasiya ödənişlidir? Tam ödənişsiz. Hə, yəni gəlib insanlar sizdən danışa bilərlər, ki, ürəyini boşalda bilərlər. Bəli, hər kəs gələ bilər. Sadəcə bir xahiş eləyirəm. Çox xahiş eləyirəm. Yəni inan bizdə yetəri qədər peşəkar mütəxəssislər var. Mən bəzən ofisdə olmaya bilirəm. Yəni şərt deyil hər kəs məndən görüşsün. Yəni düz olmaz ümumiyyətlə yəni. Amma hər kəs bu formada olur adətən. Yəni təbii ki, ola bilər. Mən çox sevindirici haldır ki, mən o güvəni verə bilmişəm insanlara. Bu mənim üçün həqiqətən minnətdar olduğum məqamlardan biridir özlüyümdə. Amma şirkətimizin bütün əməkdaşları peşəkardır. Hər birinə yaxınlaşıb konsultasiyadan keçə bilərlər. Tam ödənişsizdir. Əla. Çünki bu nəyə görə demək istəyirəm? İnsanlar sual vermək istəyir. Yəni bu dəqiqə düz insan bəzi şirkətlər eşidirəm, bilirəm, yəni ümumiyyətlə də yəni salam kimdən öncə artıq ödənişlərlə bağlı. Birinci ödəniş mövzularının altında ortaya. Bəli, daha çox bu mövzular aktivdir. Bəzən misal üçün bizə gəlir o suallardan biri olur ki, biz sizə müraciət edirik, nə qədər bizə pul verəcəksiniz? Nə qədər pul verəcəksiniz? Hə, biz nə qədər pul verəcəyik ki, o insanları göndərik, işləsinlər. Sonra misal üçün siz niyə bileti almırsınız? Çox absurd mövzular. Bu belə cahillik məsələsidir də, anladığım qədərilə. Yəni çünki bu əgər bəyərlər dediyiniz kimi, yəni adam sıfırdır və heç nə işləmir, bilmir və SEO kimi bir mövzulara iddia edirsə, gem xaricdə işləyim, yəni bu artıq cahil cəsarətidir də. Yəni bunun bəli. Bunun başqa bir adı yoxdur. Dediyiniz mümkünsüzdürmü? Xaricdə SEO olmaq mümkünsüz deyil. Yəni bizim Azərbaycan yetəri qədər məncə soydaşlarımız var ki, xaricdə, eləcə də öz ölkəmizdə həqiqətən SEO pozisiyasında və ya çox yaxşı general director və s. də yaxşı pozisiyalarda fəaliyyət işləyirlər. Amma o şəxslər birdən-birə olmayıb. Əlbəttə. Yəni bunun üçün sən mütləq dərəcədə oranın təhsili olmalıdır səndə bizlə paralel. Yaxşı networking, yəni əlaqələr, əməkdaşlıqlar olmalıdır. Beynəlxalq konfranslarda sən iştirakın olmalıdır. Sən ilk öncə həmin şirkətdə məsəl üçün gir bir sıfırdan başla, sonra menecer ol, nə bilim HR, direktor, general director, yavaş-yavaş bir 40 yaşına falan çatanda təcrübən olacaq, CEO ola bilərsən. Yəni sən birbaşa gedib və yaxud da ən asan yolu nə ola bilər? Bir startupla bağlı müraciət elə, öz işini qur, öz işinin CEO-su ol. Yəni belə ola bilər. Yəni sən gedib birbaşa hədəfin böyük olsun. Yəni özümü limitləməyə çalışıram. Hədəf amma real olsun da. Fantaziya, reallığa gəlin dönək biz. Biz reallıqla danışmaq lazımdır ki, yenə də gəlir o, aldanmayasan. Bu arada sonuncu məqamımıza toxunaq. Bu yəni belə deyək də bununla da mövzumuzu düşünürəm ki, ən uğurlu notlarla bitirmək olar. Hansı şirkətlərə güvənmək lazımdır təhsillə bağlı? İnsanlar hansı şirkətə müraciət edən nələrə diqqət etməsi lazımdır ki, dolandırıcılarla üz-üzə gəlməsinlər? İstənilən halda üz-üzə gələcəklər, konsultasiya gedənə qədər ən azından. Çünki o qədər gözəl reklam strategiyaları var ki, az öncə o Kanada səfirliyi hələ də onu da bilmirəm. O maraqlı bir şey oldu. Həqiqətən. Yəni amma təkrar deyirəm, araşdırsınlar. Nəyi araşdırsınlar? Onun açıqlamasını verin. Bu şirkətin nəticələri olmalıdır.
yüzlərlə nəticələr olmalıdır. Sənə hər hansısa bir proqramı təklif eləyirsə, o proqramın siz real olaraq nümunəsini görməlisiniz. Orada təhsil alan şəxsin bir ünsiyyətə keçə bilməlisiniz və ya işləyən bir şəxsin real videosunu görməlisiniz. Sadəcə bu sözdə qalmamalıdır. Yəni mən istəmirəm rəsmi cümlələrlə deyim, hər kəsin anlaya biləcəyi dillə ifadə eləmək istəyirəm. Məsəl üçün biz ofisə daxil olduqda bütün divarlarda viza alan şəxslərin şəkilləri yer alır. Həmçinin sosial şəbəkə hesablarında. Amma bunu belə montajdan düzəldənlər var. Wow. Onu da deyim. Hətta bir şirkət tanıyıram, çox yaxından tanıyıram. Bütün qohum qalmayıb da əllərində pasportdan orada durmasın. Yəni bunu da amma da indi nə qədər insan qohum ola bilər? Bitəcək də bu bir yerdə bitəcək. Əlavə olaraq mütləq dərəcədə, çox mütləq dərəcədə rəsmi müqavilə imzalanmalıdır. Amma son zamanlar müqaviləli dələduzluqlar da çoxalıb. Şirkət ora elə bir balaca cümlə ilə bir bənd əlavə eləyir ki, itirir onu. O bank müqavilələri olaraq kredit heç nə oxumursan, ödəməyəndə gördün, vay hamısı getdi. Sən məhkəmədəsən, çıxışına stop qoyulub. Yəni xarici təhsil şirkətləri də və ya iş şirkətləri də bu tip variantlardan istifadə eləyə bilər. Bəzən düzdür, qarşı tərəfdə deyir mən müqaviləni oxumamışam, düzdür, bu məsuliyyətdən azad eləmir və yaxud da şirkət ora bir öz lehinə bir bənd yazır. Biz bunu necə sığortalayırıq? Biz müqavilə imzalayırıq. Təbii ki, bu rəsmi qaydada olmalıdır və imzaladıkdan sonra video çəkirik. Təbii ki, şəxsin icazəsi ilə. O qarşılıqlı. Sən bizdən nə tələb eləmisən? Biz buna nəyə hə demişik, nəyə yox demişik. Nə qəşəng, maraqlı. Biz burada həm özümüzü sığortalayırıq. Bu bizim amma kommersiya sirrimiz idi. Biraz paylaşdıq onu. İndi hamı amma tək olsun. Qoy inanmıram zaten ki bizim kimi onu real olaraq ifadə eləyə bilsinlər. Çünki o zaman pul qazana bilməzlər. Zaten o sübut sayılır artıq ki, sən mənə söz vermisən, bəs getdin bu deyil axı. Yəni nə olacaq, nə baş verir? Yəni həm qarşı tərəfi sığortalayırıq, həm də biz özümüzü sığortalayırıq. Adamı göndərmişik misal üçün 5 ay sonra işdən qovulub, deyir pulumu qaytar. Qardaş, niyə mən sənin pulunu qaytarım? Yəni bəs mənim əziyyətimin qarşılığı sən qovulmusan da. Yəni orada bu tip həm özümüzü sığortalayırıq, bəndlər müzakirə olunur. Hansı halda ödəniş qaytarılır, hansı halda qaytarılmır. Video çəkirik, arxivləyirik. Bu bizim şirkətin üstünlüyüdür. Məncə ilk olaraq biz gətirmişik bunu. Bundan sonra bəlkə kimlərsə eləyər, eləsinlər də, halal xoşları olsun. Əlavə olaraq çox yaxşı kadrlar olmalıdır və az öncə əslində çox uzun örnəklərlə izah elədim. Eşitmək istədiyiniz yox. Eşitmək istəmədiyiniz məlumatları sizə verən bir konsultantla üzbəüz oturun. Yəni onsuz da təşəkkür falan olacaq, onlar hamısı olur. Sən hansı halda qovula bilərəm? Mən məsəl üçün insana başlayıram danışma, bu halda qovulacaqsan, bu halda deport olacaqsan, bu halda uğursuz ola bilərsən. Bunları öyrən də sən. Bəli, tamamilə. Yəni bu tip məlumatlara yol verən, bu tip məlumatları paylaşan konsultantlarla işləyən şirkətlərə müraciət eləsinlər və hər bir şey təbii ki, rəsmi olmalıdır. Bütün prosedurlar, siz qarşılıqlı bir əlaqədə olmaq lazımdır. Və bu tip məqamlara əslində diqqət eləsən, mən bunu çox sadalaya bilərəm, çox sadalaya bilərəm. Amma əsas mövzular bunlar idi ki, hər kəs... Mən fikrimi cəlb elədi, yəni yaxşı. Yəni bu mənim də əslində son 2 aydır biz bu sistemə keçmişik və uğurlu da alınır. Çox sağ olun. Çox xoş oldu. Həqiqətən doğrudan da çox vacib və rahat. Heç şirkətimizin adını da çəkməz. Bir-iki dəfə çəkməz, eşitmədim, amma dediyim odur ki, ekspert kimi adınızı eşitmişdik, bilirdik, amma bugün də belə dedi, yaxından tanış olmuş olduq. Çox düşünürəm ki, insanlar üçün maarifləndirici bir mövzu olacaq. Onlar bundan faydalanacaqlar və düşünürəm ki, sizə müraciətlərin sayı çoxalır. İnşallah, təşəkkür edirəm. Əsas çoxluq deyil, əsas keyfiyyətdir, nəticədir. Uğurlar, görüşərik. Çox sağ olun.